Azərbaycanda aqrar sektorun inkişafı ilə bağlı yeni dövlət proqramının icrasına başlanılır. Proqram kənd təsərrüfatında məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ixrac imkanlarının genişləndirilməsi və fermerlərin maliyyə yükünün azaldılmasını nəzərdə tutur. Bu dövlət proqramı aqrar sektorun davamlı və dayanıqlı inkişafına hədəflənib. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün proqramda müəyyən edilən əsas istiqamətlərdən biri strateji əhəmiyyəti və ərzaq təhlükəsizliyi nəzərə alınmaqla taxılçılıq sektorunun inkişafıdır. Bu kontekstdə proqramın qarşısına qoyduğu əsas hədəf kənd təsərrüfatında illik ümumi daxili məhsul artımının ən azı 2% və onun üzərində olmasına nail olmaqdır. Dövlət proqramına əsasən birlik əkinlərin istehsalı üçün fermerlərə verilən kreditlərin illik faiz dərəcəsinin 19% keçməyən hissəsi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Bu bankalar üçün də, həmçinin bizim fermer və aqrar istehsalçılar üçün də maliyyə vəsaitlərinə həm əl çatanlığı artıracaqdır, həm də maraq artıracaqdır. Proqrama əsasən 2030-cu ilədək ixtisaslaşmış rayonlarda buğda üzrə hər hektardan orta məhsuldarlığın 50 sentinərə çatdırılması planlaşdırılır. Eyni zamanda pambıqçılıqda məhsuldarlığın artırılması və klaster modelinin inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Pambıq və taxıl, xüsusən də buğdada bu yanaşma əsasında ixtisaslaşmış rayonlarda orta məhsuldarlığın 5 tona çatdırılması hədəflənir. Qeyd edim ki, hazırda bu ixtisaslaşmış rayonlarda buğdada orta məhsuldarlıq 4 tondur, ümumi 20% artımla 5 tonluq bir məhsul istehsalının orta məhsuldarlığa nail olunması hədəflənir. Proqram çərçivəsində su ehtiyatlarından daha səmərəli istifadə məqsədi ilə müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin həcmi 300 min hektara çatdırılacaq. Dövlət proqramında qarşıya qoyulan əsas prioritetlərdən biri də super intensiv meyvə bağlarının sahəsinin genişləndirilməsidir. Mövcud olaraq 20 min hektar ərazinin artırılaraq intensiv meyvə bağı altında olan ərazilərin 70 min hektara çatdırılması hədəflənir. Yeni dövlət proqramında heyvandarlıq sahəsinin inkişafı da xüsusi yer tutur. Nazir müavini regionlarda otlaq sahələrinin məhsuldarlığı, bunun yem xərclərinə və nəticə etibarilə son illər ət qiymətlərinə təsiri barədə də danışdı. O bildirdi ki, ölkədə ət bazarında qiymət sabitliyinin təmin olunması ilk növbədə istehsalın artırılması və maya dəyərinin aşağı salınması hesabına mümkün olacaq. Müəyyən otlaqlarımızda da bitki örtüyü ilə bağlı təminat yetəri qədər yaxşı vəziyyətdə deyil. Və dövlət proqramında xüsusən xırdabuynuzlu qoyunçuluq istiqamətində biz otlaqların bərpası üçün qoyunçuluq təsərrüfatlarına subsidiyaların verilməsinə başlamaq istəyirik. Bu hardasa 2030-cu ilə qədər mərhələli şəkildə 480 min hektar otlağa da illik əsasda müəyyən bir subsidiyanın ayrılması nəzərdə tutulur. Yeni dövlət proqramında balıqçılıq və akvakultura sektorunun inkişafı da əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Hədəfə görə 2030-cu ilədək bu sahədə istehsalın 7,7 min tona çatdırılması, özünü təmin etmə səviyyəsinin yüksəldilməsi və ixrac potensialının artırılması nəzərdə tutulur. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.